Salam dostlar, necəsiniz? Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, çox uşaqlardan, özüm də müəlliməm də. Məsələn, məktəblərdən soruşuram, nə bilim, universitet tələbəsi olsun, nə bilim, yoldan keçən bir adam olsun. Bunun adı şeydir. Məsələn, Məhəmməd, Hüseyn, Həsən, Əli. Bilirsiniz nətər? Başlıqdan deyim, mən yanlış anlaşılmayım. Bu ad qoyulsun. Mən özüm də Məhəmməd peyğəmbərin, imamların fanatıyam. Mən onları çox istəyirəm. Amma ki, gəlin görək, o adını qoyduğunuz adamlar və yaxud o adamların valideynləri, o ailə bu əhval-ruhiyyədədir. O ailədən Məhəmməd çıxacaq, Həsən, Hüseyn çıxacaq. Siz bilirsiniz bu adların nə ağır məsuliyyəti var. Maşın bazarında nə bilim 2007-nin, 2006-nın, 99-un çeşkasının 30 minə soxanın adı məsələn Məhəmməddir. Nə bilim hansısa dələduzun adı Məhəmməddir. Peyğəmbərin adı Məhəmməddir. Filankəsin adı Hüseyndir. Hüseynin heç hırsı onda yoxdur, onun davranışında, onun hərəkətlərində, onun insanlığında. Yəni, valideynlər bu barədə özlərində bir psixoloji görməlidirlər, əhval-ruhiyyələri, psixoloji şey yerindədir. Yəni, mən Hüseyn qoyuram, görüm bunu sabah Hüseyn kimi böyüdəcəm, Həsən kimi böyüdəcəm, Əli kimi böyüdəcəm. Xoşum gəlir, Əli qoyuram. Xoşun gəlməklədir. Bu adın ağır məsuliyyəti var, bu adın ağır yükü var. Məhəmmədlər, Hüseynlər, Həsənlər, bunlar insanlığın brendi olublar. Bunlar son model deyirlər, maşın. Bunlar kaliteli insanlar olublar. Nətər, yəni bu adı qoyanda bir fikirləşmək lazımdır ki, mən neyinirəm, mən nə iş görürəm, mən hansı adı qoyuram bu insana, mən bunu Məhəmməd kimi yekəldə biləcəm, mən Hüseyn kimi, Həsən kimi, Əli kimi bunu yetişdirə biləcəm. İmam Hüseyn zülmə qarşı baş qaldırıb başını kəsiblər. Bugün Hüseyn adı qoyulan uşaqlar ərinir universitetdə birinci kursa getməyə. Belə Hüseyn olur, belə Məhəmməd olur, belə Əli olur. Bir başqa adlar qoyun və yaxud o adı qoyursunuzsa, onda sizdə məsuliyyət yaranır. Çox ağır bir məsuliyyət yaranır ki, siz onu Məhəmməd kimi, adına uyğun, adına layiq böyüdəsiniz gərək. Həsən kimi, Hüseyn kimi, Əli kimi. Valideynin üzərinə yük düşür.